yaxın oturun. Bir məsələni sizin diqqətinizə çatdırım dostlar. Deməli, sizi alladarlar Naxçıvanskiyə, Hərbin Usta, Dövlət Ticarət Xüsusi Məktəbi, digər ki, pul verin, biz keçirdək, belə eləyək. Baxın, inanmayın. Pulunuzu alacaqlar, sizi aldadacaqlar. Nə edəcəksiniz? Məhkəməyə verəcəksiniz. Necə? Şikayət edəcəksiniz polisə, veriləcək məhkəməyə, sonra nə olacaq sonra? Pulu ala biləcəksinizmi? Yoxsa bölünəcək maaşa 5 manat, 10 manat, bu proses necə gedəcək? Baxın, mənə dəfələrcə yazıblar, bizdən 5 min, 3 min, 10 min pul istəyiblər ki, qəbul üçün. Narahat olma, uşağı biz qəbul elətdirəcəyik, belə eləyəcəyik. Yenə deyirəm, bu məsələ barədə bir də danışmaq istəmirəm. Çünki hər dəfə mən çıxışlarımda bildirmişəm ki, kimsə kiməsə 5 manat, 3 manat verməsin ki, narahat olmayın, uşaq o məktəbdə oxuyacaq. Dövlət İmtahan Mərkəzinə kimsə pul verib imtahandan keçirdə bilməz. Bu mümkün deyil. Elektron qaydadadır, imtahan yazdın, cavablar, ballar falan hesablandı deyilir. Yəni bu ölkədə mümkün deyil, hətta bu dərəcədə deyirəm sizə. Baxmayaraq buna deyirlər, bizdən 7 min istədilər, 10 min istədilər və hərbi təhsil müəssisələrində adam batırmayın. Həmən şəxslər, çox ayıb olsun, paylaşılan videoların altına şəxslərə keçib yazıb, narahat olmayın, biz orada işləyirik və yaxud tanışımız var, biz belə eləyəcəyik, elə eləyəcəyik. Yenə buradan deyirəm, belə bir şey mümkün deyil, aldanmayın, bax yanarsınız.